Vacib məsələlərə diqqət eləyək, dəyərli vətənlərim. Ramiz Mehdiyev bir məxluqdur. Yapın Veteranlar Şurasının rəhbəri Arif Rəhimzadə, baxın ha, Yapın Veteranlar Şurasının rəhbəri Arif Rəhimzadə vaxt var idi İlham Əliyev Ramiz Mehdiyevə medal verəndə o qədər əl çalırdı ki, əlləri qabar olmuşdu Arif Rəhimzadə. Ramiz Mehdiyev desə ki, nəslini, arvadını, qızını, gəlini Lütdə, Tbilisi prospektinə düz, axşam oradan keçəndə onların dal deşiyinə baxım. Bu Arif Rəhimzadə ailəsinin nəslini lütdüyü ora düzəsi və dombaldası dal deşiyini Ramiz Mehdiyev görəsi istiqamətdə necə dombaldası adamı idi. Ailənin nəhayət ki, Əliyev ailəsinin sirrini bilən daha birisi var. O Zaur Baxşəliyevdir, xoş deməkdir, xoş qədəm deyirlər ona. Bu Zaur, buna da cinayətçi qaldırıblar. 2-3 ildən sonra gəlib görüb ki, evdə uşaq var, belə Nərman deyib, Rusiya ki, hər neysə, Zaur Baxşəliyevə də cinayətçi qaldırıblar, məhkəməyə verildi. Digərləri nə baş verir ölkədə, indi birazdan sizə deyəcəyəm, dəyərli həmvətənlərim, yayın bu. Ramiz Mehdiyevin əleyhinə çıxan qüvvələr yenə məğlub olacaqlar. Bu kimdir var bu deməli əleyhinə çıxan, bu kimdir bax, bu Zahid Oruçdur nədir bax, bu Ramiz Mehdiyevin əleyhinə çıxan qüvvələr yenə məğlub olacaq. Yazırlar, görürsün ki, İlham Əliyev Ramizə dayı deyir. Bəy, çox gecikdiyini qadın alım. İlham Əliyev Ramizə dayı deyir. Suat Mehribanla İlham Əliyev də bir-birini qırır. İndi nələr, bu dəqiqə mən hakimiyyətin içindən sizə xəbər verəcəyim. Ən dəfə burada işləyəcəyiniz xəbərləri, mən deyirəm ha, ay millət, burada işləyəcəyiniz xəbərləri heç bir yerdə eşitməmiş olacaqsınız. Dəyərli vətənlər, bayaqları biraz baxdım da Osman qızına, biraz baxdım o Qənimət bəyə, biraz ona, biraz buna, Əfqan bəyə. Qardaş, burada deyilənləri heç kim deməmiş olacaq. Nə danışırsın? Hər adam qabil olacaqdırsa və ona heç olmasa 24 olmasa bir 12 maddə ilə cinayət qaldırılan ikinci bir adam gördünüzmü? Ha? Ona görə qabildir də, qabilin başına milyonlar qoyurlar. İndi gör nələr deyəcəm sizə. Hələ Zeynəb Xanlarova yaddan çıxıb ha. Onu danışdıracağım Az TV-də. Tez onu da izolyasiya eləyin. Bax, Heydər Əliyev necə ondan 69 yatırdısa, onu da Zeynəbin ağzından danışdıracağım ha. Heydər Əliyev ondan çox yatıb, özü 69 yatıb. Necə sevişiblər, necə əmişiblər, hamısını dedizdirəcəm efirdə. Bax, Zeynəbi niyə yaddan çıxartmışsınız siz? Ha? Ona görə bunlar heç vaxt imkan verməyəcəklər. Bax, Adnanı axtarırlar indi. Adnan Əhmədzadəni tutdular. Anar Əlizadəni çağırırlar. O da gəlmir hələ. Anar Əlizadəni çağırırlar. Gəlmir. Hamısını. Hələ siz bunlardan danışırsınız. Ramil Usubov da sir biləndi. Bütün Heydər Əliyevin tapşırığına Xocalıdan o Qarabağın kəndləri işğal olunduqca vertolyota cəmaatı doldururdu, Xocalıda aeroportda işləyirdi. Vertolyota doldururdu, sizi Yevlağa, Bərdiyə aparacam adı ilə aparıb, hamısını erməni düşərgəsinə boşaldırdı. Özü də cavan uşaqları, qızları orqanına görə, nəyəsə görə. Dəyərli həmvətənlərim, ona görə dostlar, qardaşlar, hələ orada var, Murtuzun oğlu var, o sağ mı qalacaq? Heç inanmıram sağ qala. Hələ orada İlhamın bir əmsi, nə bir pox var idi orada bir dənə. O Ali məhkəmənin sədri var idi. Onun axırı nə olacaq? O öldü deyəsən gəbərdi. Yəni, bu yaxın vaxtlarda qırğın düşəcək. Hamısını birdən öldürəcəklər ya da ölüm adından gizlətməyi bacarırlarsa gizlədəcəklər. Vəssalam, hakimiyyətin sonu çatır. Qutardır etdi. Bunu bir mənalı olaraq anlamaq lazımdır. Ramiz Mehdiyevə zəng ediblər. Hələ birinci ora baxaq görək.
Alo. Ramiz müəllim salam, hər vaxtınız xeyir. Necəsiz Ramiz müəllim? Ramiz müəllim, Manşet.az xəbər portalının baş redaktoru Əli Vəliyevdir, narahat edən sizi. Dövlətə xəyanətdə ittiham olunursunuz. Bu barədə nə deyə bilərsiniz? Ad boy verdi. Dövlətə xəyanətdə ittiham olunursunuz. Bu barədə nə deyə bilərsiniz? Fikir verin, ay millət. Mənə 24 maddə ilə cinayətçi qaldırırlar, 16 il həbs veriblər. Mənə də vətən xaini damğası vururlar Ramiz Mehdiyevə. Ramiz Mehdiyev sarayında oturur, zaten evdən çölə çıxmırdı. Sarayında oturup sual verirlər. Bəs xəyanətdə ittiham olunursunuz. Yaxşı be, İlham Əliyev, şaka, Vorizakon, nə bilim, Dəmir yumruq, nə bilim, Polad əyaq, qızıl barmaq, bəs Arayik Arıtunyanı qolu bağlı deyirdin, gətirən İlhamdır. Ramiz Mehdiyev o vətənə xəyanətdə demirsiniz, ittiham eləyiblər. Məhkəmə qərar verməyib, vətənə xəyanətdə ittiham eləməyib. Niyə Ramiz Mehdiyevin qolunu vurub, o DTX-çılar, polislər niyə gətirmirlər onu? Biz də bir görəkdən nətər qolunu vurublar. Qadın qız jurnalistin Arayik Arıtunyanın hələ o birincidə biz danladıq qoluna qandal vurdular. Arayik Harutyunyanın Qarabağın o qondarma prezidenti qolu açıq gətirirdilər. Ramiz Mehdiyevin qoluna qandal vuranmayan İlham Əliyev və sən Abzas Medianın o qızlarının qoluna qandal vurub məhkəməyə gətirirsən 20 dənə polisdən. Üzümə tüpürüm sənin abilə oğul. Buna nə ad verirsiniz? Bugün Ramiz Mehdiyevə jurnalistlər zəng edib. Soruşublar ki, vətənə xəyanətdə ittiham edilirsiniz. Nə deyə bilərsiniz? Gör nə gülünc vəziyyətdir ki, vətənə xəyanətdə ittiham olunan oturub villasında, sarayında müsahibə verir. Ölkə dağılır, ölkə bir-birinə dəyir, bir-birinə dəyibdir. Qırğın aləm bir-birinə dəyib ölkə çalxalanır. Ramiz Mehdiyev oturub sarayında kofe içir. Vətənə xəyanətdə ittiham edilən və məhkəmə qərarı verilən adam. Hanı sizin dəmir yumruq? Hanı sizin o qızıl barmaq İlham Əliyev? Götü çatmır onu Ramiz Mehdiyev. Yalandan deyirlər məhkəməyə gətirdilər. Ramizi məhkəməyə gətirə bilərlər bu köpək uşağı. Mən deyəndən sonra indi bəlkə nəsə poza verəcəklər, aydın məsələ. Ramiz Mehdiyevin təkcə təqaüdü pensiyası nə qədərdir bilirsiniz mi? 32.000 manatdır. Ramiz Mehdiyevin təkcə pensiyası, təqaüdü 32.000 manatdır. Ayda. Bir onu ilə vurun, görün prezidentdən sonra ikinci ən böyük məvacib Ramizindir, yoxsa kimindir? Oturduğu yerdə 32.000 manat pensiya alır. Dəyərli vətənlər, dəyərli soydaşlar. Ramiz Mehdiyevin dünən axşam həbs olunmaq xəbəri yayılandan sonra dünən gecə Qaçqın.com'un keçmiş rəisi Erməni Əli Həsənov, keçmiş Xarici İşlər Naziri Elmar Məmmədyarov, keçmiş Bakı meri Hacıbala Abutalıbov, keçmiş Mədəniyyət Naziri Əbülfəz Qarayev, mətbuatın rəhbəri keçmiş Əli Həsənov səhərə kimi yatmayıblar. Birdən bizi tutacaqlar deyə səhərə kimi yatmayıblar. Onlar Ramizin həbsinin şou olduğundan xəbərsiz idilər. Dünən gecə onlar hamısı Hacıbala Abutalıbovun evində görüşüblər. Səhərə kimi orada oturublar, dərdləşiblər. Səhər Ramiz Mehdiyevdən xəbər alıblar ki, İlham Əliyev özü məndən xahiş eləmişdi. Avropanı, İngiltərəni aldatmaq üçün. Kef eləyin, nə həbs, nə zat, kef eləyin. Sonra rahatlaşıb, dağılıb hərə öz evinə gedibdi.
Dəyərli həmvətənlər, dəhşətdir. Dəhşət. Deməli dostlar, dəyərli həmvətənlərim, hamı bu bir tərəfdən danışır, hamı. Ha, Mehriban güclüymüş, Ramizi vurdu, yıxdı Mehriban. Birinci zərbə aparatdan indirdi akademiyaya, ikinci zərbə akademiyadan rədd elədi, üçüncü zərbə də həbs qərarı. Ay qardaş, bəziləri biraz da irəli gedir, söyüş müxalifətini maliyyələşdirirdi, hökumət deyir, devlət çevriliş eləyirdi, eləyəsiydi, nə bilim, nağarasıydı. Ay kişilər, ay qardaşlar, Heydər Əliyevin oğlum dediyi general Rövşən Əkbərov da türmədədir. O da devlət çevrilişindən getdi. Utandıqlarından açamırdılar. Sadəcə başqa o Ukrayna hadisəsi ki, orada adamı öldürüb, nə bilim, onu bastılar içəri. Ay qardaşlar, Mehriban Əliyeva Vatikana gedib Mason lojası ilə görüşübdü. O özünün prezident olması üçün danışıqlar aparır. Mənasız danışıqlar aparır. Bu görüşdə İlham Əliyevin olmaması ona görədir ki, İlham Əliyevin üstü konkret olaraq gizilib, silinib. Hətta dünyanın böyük gücləri Mehriban Əliyevanın da üstündən gizsələr də, amma Mehriban Əliyeva Netanyahunun da tapşırığı ilə, Netanyahu ilə eşq yaşadığına görə müəyyən necə lojalara əli çatır, əli uzanır və gedib ora yenə də ümidini qırmır. Mehriban Əliyeva insan necə həyatda qalmaq üçün hər cürə varianta əl atırsa, meymunun deyir su boğazına yığılanda balasını belə yağın altda alır. Bunların hakimiyyətdən getməsi, bu dünyadan getməsi deməkdir, ölməsi deməkdir. Ona görə ölməmək üçün mücadilə aparır, bu da normal bir haldır. Mehriban üçün. İlham Əliyevin üstü konkret gizilib deyə Mehriban Əliyeva onun yerinə keçmək üçün can atır. Keçmiş, bu bir məlumat idi, çatdırdım sizə. Keçmiş baş prokuror Zakir Qaralovun bütün əmlakına həbs qoyulubdur. Akkord tikinti şirkətindən tutmuş bütün şirkətlərinə qədər hamısına həbs qoyulubdur. Keçmiş baş prokuror Zakir Qaralovun. Bugün səhər saatlarında Zakir Qaralov Dövlət Təhlükəsizlik Xidmətinə aparılaraq ona müvafiq sənədlərə, öhdəliklərə qol çəkdirilib. Ondan sonra baş prokuroru ölkəni tərk etməmək şərtilə ev dustaqlığına buraxıblar, nəzarət altına. Bax bu Petov oğlu Petovu, bax bu Dusyanın oğlunu, bax bu Dusyanın oğlunu, sifətə bax sifətə, sifətə bax sifətə Afaq Bəşir qızının dəməyini oxşuyur. Ya da Pərvin Abiyevanın Selkonunu dəməyini oxşuyur sifətə. Sifət də öyle dəməkdir, dəmək. Daha sonra başqa bir dəməkdən danışım. Baş nazirin birinci mavini Abid Şərifov. Sifətə bax sifətə, sifətə bax sifətə, mamışa oxşuyur, mamışa. Baxın, sifətə baxın, Zeynəb Xanlarovanın 90 yaşlı mamışını oxşuyur, bax sifəti. Sifətə baxın, gəlin baxaq görək, bu nə haldadır? Abid Şərifov. Baş nazirin mavini eşşək ləqəbli Abid Şərifov, iki eşşək ləqəbli adam var idi, biri eşşək tağı, bir də eşşək Abid. Abid Şərifov, eşşək ləqəbli Abid Şərifov başlayıb danışmağa, deyinməyə. O, Ramizlə əlaqə saxlayaraq telefonda deyirmiş ki, qancığın əlindən avara qalmışıq. Baxın ha, qancığın əlindən avara qalmışıq. Telefon danışıqları izlənilirmiş. Abid Şərifovun da danışıqları qeydə alınıb, Mehriban Əliyevaya, İlham Əliyevə təqdim edilib və gəlib Abid Şərifovu aparıblar. Abid Şərifovu da əlində nəyi varsa hamısını alıblar. Sonra da onu bir iğnə ilə iflic eləyiblər. Abid Şərifov artıq danışa bilmir, yeriyə bilmir.
Adını da koyublar ki, güya evində yıxılıb, vəziyyəti yaxşı deyil. Halbuki hər şeyin əlindən alıb, qol çəkdirib, iynəni vurdular Dövlət Təhlükəsizlik Xidmətinin binasında. Əlin Ağayevin iynəsi vuran olacaq Əlin Ağayevin sonunda. Deməli, Ramiz Mehdiyevin həbs xəbərlərindən sonra hakimiyyət özü də müşahidə aparır ki, görək kim hansı hərəkət edəcək, kimin səsi çıxacaq, kimin səsi çıxmayacaq, kim narahat olacaq, kim narahat olmayacaq. Hakimiyyət bunu da nəzarətə götürübdür. Daha başqa bir xəbər. Zeynəb Xanlarova bugün səhər Dövlət Təhlükəsizlik Xidmətinə aparılıbdır. Onun qara 90 yaşında mamışına putulka soxmaqla hədələnilibdir. Onun Amerikadakı Zeynəb fondu əlindən alınıbdır. Onun fondunda 30 milyon dollara yaxın vəsait cəmləşibdir. Nağd vəsait. Zeynəb Xanlarova Dövlət Təhlükəsizlik Xidmətinə aparılarkən onun evindəki qızıl qab-qacaq, qaşıqdan tutmuş çəngələ, lüstra kimi hamısı qırqızıllar, kilolarla hamısı yığılıb aparılıb. Zeynəbin əlindəki varidatın hamısını əlindən alıblar, qol çəkdiriblər, buraxıblar. Onun da sabahda bürsüyündə iflic olduğunu eşitsəniz, heç şaşırmayın. Heydər Əliyevin soskası Zeynəb, Ermənistan xalq artisti, şeytan ləqəbli Zeynəb. Dəyərli vətənlərim, dəyərli soydaşlarım və bu xəbərləri də Modernaz, müxtəlif saytlarda görə bilərsiniz.